Kürdistan. Mehdi Fəridvənd. 1979-cu ilin yayı idi. Günorta namazlarını qılıb, Salman məscidinin önündə İbrahimlə söhbət edirdik. Birdən dostlarımızın biri tələsik gəlib dedi: "İmamın müraciətini eşitdiniz?" Təəccüblə soruşduq. "Yox, nə olub ki?" İmam əmr etdi ki, Kürdistan döyüşçülərini mühasirədən çıxarın. Elə o anda Məhəmməd Şahrudi gəlib dedi: "Mən Qasim Təşəkkürü və Nasir Kelmani ilə birlikdə Kürdistana gedirəm." İbrahim dedi: "Biz də gəlirik." Sonra hazırlaşmağa getdik. Günortadan sonra saat 4-də 11 nəfər bir Chevrolet Blazerlə Kürdistana yola düşdük. Silahlarımız bir pulemyot, 4 tapanca və bir neçə əl qumbarasından ibarət idi. Yolların çoxu bağlı idi. Bir neçə yerdə torpaq yolla getməyə məcbur olduq. Lakin Allahın köməyi ilə ertəsi gün günorta Sənəndəcə çatdıq. Hər şeydən bixəbər halda şəhərə girib bir qəzet köşkünün önündə dayandıq. İbrahim maşından enən kimi qışqırdı: "Dinsiz, bunlar nədir satırsan?" Köşkdə bir neçə cərgə spirtli içki düzülmüşdü. İbrahim dərhal silahı götürüb araq şüşələrini vurdu. Şüşələr sınıb yerə töküldü. Qalanını da sındırdı və hirslə köşkdəki gəncə yaxınlaşdı. Gənc çox qorxmuş və köşkün küncünə qısılmışdı. İbrahim onun üzünə baxıb sakitcə dedi: "Məgər sən müsəlman deyilsən? Bu murdarlar nədir sən satırsan? Məgər Allah Quranda buyurmayıb ki, bu çirkinliklər şeytandandır və bunlardan uzaqlaşın?" Gənc təsdiq əlaməti olaraq başını yellədi. O dayanmadan deyirdi: "Qələt eləmişəm, bağışlayın." İbrahim onunla bir qədər danışdı və sonra birlikdə bayıra çıxdılar. Gəncdən keşikçilər korpusunun yerini öyrənib yola düşdük. Pulemyotun səsi şəhərin sükutunu pozmuşdu. Küçədə hamı bizə baxırdı. Nəhayət Sənəndəc korpusuna çatdıq. Korpusun bütün divarlarının önünə torpaq dolu kisələr düzülmüşdü. Ora daha çox hərbi istehkama bənzəyirdi. Bina görünmürdü. Nə qədər qapını döydüksə açan olmadı. İçəridən deyirdilər ki, şəhər inqilab düşmənlərinin əlindədir. Siz də burada qalmayın. Hava limanına gedin. Dedik ki, biz sizə kömək etməyə gəlmişik. Heç olmasa deyin görək hava limanı hardadır? Korpus uşaqlarından biri divara yaxınlaşıb dedi: "Bura təhlükəlidir, sizin maşınınızı vura bilərlər. Cəld bu tərəfdən gedib şəhəri tərk edin. Bir qədər aralıda hava limanını görəcəksiniz. İnqilabçı qüvvələr oraya yerləşiblər." Biz yola düşüb hava limanına getdik və Sənəndəcdə nə baş verdiyini orada anladıq. Korpusun qərargahından və hava limanından başqa hər yer inqilab düşmənlərinin əlində idi. Orada ordunun 3 batalyonu var idi. Təxminən 1 batalyon da korpus qüvvələri. Şəhərin içindən hava limanına raketlər atılırdı. Məhəmməd Burucerdini ilk dəfə orada gördüm. Qızılı saçı və saqqalı olan bir gənc idi. Cəlbedici və gülərüz çöhrəsi vardı. Qardaş Burucerdi o şəraitdə şəxsi heyəti çox yaxşı idarə edirdi. Sonralar öyrəndim ki, o Qərb korpusunun komandiridir. Ertəsi gün qardaş Burucerdi ilə iclas keçirdik. Ordu komandirləri də iştirak etdilər. O dedi: "İmamın müraciətindən sonra çoxlu canlı qüvvə yola düşüb. İnqilab düşmənləri də çox qorxublar. Şəhərin içində onların 2 əsas düşərgələri var. Onlara hücum planı hazırlamalıyıq." Digər söhbətlər də oldu. İbrahim dedi: "Şəhərin vəziyyətindən görünür ki, əhalinin onlarla heç bir əlaqəsi yoxdur. Yaxşı olar ki, inqilab düşmənlərinin düşərgələrindən birinə hücum edək. Qələbə çalsaq, digərinə gedərik." Hamı razılaşdı. Qərara gəldik ki, canlı qüvvəni hücuma hazırlayaq. Lakin həmin gün korpus qüvvələrini Pavaya göndərdilər. Orada da yalnız ordu əskərləri qaldı. İbrahim və digər dostlar
Bir-bir əskər səngərlərinə baş çəkdilər, söhbət etdilər və onlarda ruh yüksəkliyi yaratdılar. Sonra da bir maşın qarpız alıb əskərlərə payladılar. Bu yolla dostluqları möhkəmləndi. Onlar müxtəlif üsullarla şəxsi heyətin razılığını və hazırlığını artırırdılar. Bir gün səhər çağı Ağaxal Xali də uşaqlara qoşuldu. Müxtəlif şəhərlərdən digər döyüşçülər də Sənəndəc hava limanına gəldilər. Lazımi hazırlıqdan sonra uşaqlara silah verildi. Günortaya qədər düşmən düşərgələrindən birinə hücum etdik. Düşündüyümüzdən də tez mühasirəyə aldıq və inqilab düşmənlərinin çoxunu ələ keçirdik. Düşərgədən çoxlu silahdan əlavə böyük məbləğdə dollar və saxta pasportlar tapdıq. İbrahim onların hamısını böyük bir kisəyə töküb korpusun rəhbərinə təhvil verdi. İnqilab düşmənlərinin ikinci düşərgələri də döyüşsüz ələ keçirildi və şəhər yenidən inqilabçı uşaqların əlinə keçdi. Əskərlərin komandiri deyirdi: "Bir ildə keçsəydi, mənim əskərlərim belə hücuma cəsarət etməzdilər. Bunu qardaş Hadiyə və digər döyüşçü dostlarına borcluyuq. Onlar əskərlərlə dostlaşıb, onlarda ruh yüksəkliyi yaratdılar." O zaman çoxlu komandirlər İbrahimə və digər uşaqlara hərbi sirləri və döyüş qabiliyyətlərini öyrətdilər. Bu, onları peşəkar döyüşçülərə çevirdi və səmərəsi müqəddəs müdafiə zamanı ortaya çıxdı. Sənəndəc hadisəsi çox çəkmədi. Hərçənd Kürdistanın digər şəhərlərində hələ bəzi döyüşlər davam edirdi. Biz 1979-cu ilin sentyabrında Tehrana qayıtdıq. Qasim uşaqların bir neçəsi ilə birgə Kürdistanda qaldı və şəhid Çəmran qüvvələrinə qoşuldu. Qayıdandan sonra İbrahim bədən tərbiyəsi komitəsindən çıxıb müəllimliyə başladı. Əvvəldə onun istəyi ilə razılaşmırdılar, amma çoxlu isrardan sonra baş tutdu. O elə bir sahəyə daxil oldu ki, orada İbrahim kimilərə böyük ehtiyac vardı. Nümunəvi müəllim Abbas Hadi. İbrahim deyirdi: "Əgər inqilabın yaşaması və sonraki nəsillərin də inqilabçı olmasını istəyiriksə, məktəblərdə fəaliyyət göstərməliyik. Çünki ölkənin gələcəyi tağut dövrünün ağır şəraitindən xəbərsiz insanlara tapşırılacaq." O, əsla inqilabçı olmayanların məktəblərdə müəllim çalışdığını görəndə çox narahat olurdu. Düşünürdü ki, məktəblərdə, xüsusən də yuxarı siniflərdə ən yaxşı inqilabçılar dərs deməlidirlər. Məhz buna görə rahat işini buraxıb, maaşı az, əziyyəti isə çox olan bir peşə fəaliyyətinə başladı. Onun fikirləşmədiyi yeganə şey maddiyyat idi. Deyirdi ki, ruzini Allah verir. Pulun bərəkəti mühümdür və Allaha görə görülən iş səmərəli olar. O, 2 məktəbdə tədrisə başladı. Əbu Reyhan liseyində idman müəllimi, məhrum bölgələrin birində də ərəb dili müəllimi idi. İbrahimin ərəbcə tədrisi çox uzun sürmədi. Həmin ilin ortalarından daha o məktəbə getmədi. Bunun səbəbini də söyləmirdi. Bir gün məktəbin direktoru mənim yanıma gəlib dedi: "Sən Allah, siz Ağa Hadinin qardaşısınız, onunla danışın, məktəbə qayıtsın." Dedim ki, məgər nə olub? Bir qədər dayanıb dedi: "Düzü, Ağa İbrahim öz cibindən şagirdlərin birinə pul verirdi ki, hər gün birinci tənəffüsdə pendir çörək alıb gətirsin. O, uşaqların məhrum bölgədən olduqlarını nəzərə alırdı. Bilirdi ki, sinifdə əksəri acdır və ac uşaq dərsi başa düşməz." Direktor sözünü əlavə etdi: "Mən Ağa Hadiyə etiraz edib dedim ki, məktəbinizin nizam-intizamını pozursan. Halbuki nizam-intizama heç bir xələl gəlməmişdi. Onun üstünə qışqırıb dedim ki, daha belə bir iş görməyə haqqın yoxdur. Ağa Hadi də məktəbimizdən getdi. İndi isə şagird və valideynlər məndən onu qaytarmağımı istəyirlər. Hamı onun əxlaqını və tədrisini tərifləyir. O qısa müddətdə məktəbin bir çox yoxsul və yetim şagirdlərinə bəzi zəruri əşyalar belə almışdı. Bundan mənim heç xəbərim olmayıb." İbrahimlə danışıb məktəb direktorunun sözlərini çatdırdım, amma faydası olmadı.
O artıq vaxtını digər işlərlə doldurmuşdu. İbrahim Əbu Reyhan liseyində yalnız idman müəllimi yox, həm də əxlaq müəllimi idi. Öz müəllimlərinin çempionluğunu eşidən şagirdlər onu çox sevirdilər. Əksər inqilabçıların öz zahiri görkəmlərinə əhəmiyyət vermədikləri bir dövrdə İbrahim məktəbə yaraşıqlı geyimdə və kostyumda gedirdi. Gözəl və nurlu siması, səlis nitqi və yaxşı rəftarı onu ideal bir müəllimə çevirmişdi. Sinfi çox yaxşı idarə edir, yerində gülür, uşaqların diqqətini cəlb edirdi. Tənəffüs saatlarında məktəbin həyatına çıxanda uşaqların çoxu onun başına toplaşırdı. Məktəbə hamıdan tez gəlib, hamıdan axırda gedirdi və ətrafı həmişə uşaqlarla dolu olurdu. Siyasi cərəyanların fəallaşdığı o dövrdə İbrahim inqilaba xidmət üçün ən yaxşı yeri seçmişdi. Yadımdadır. Bəzi yuxarı sinif uşaqları siyasi cərəyanların təsiri altına düşmüşdülər. Bir axşam onları məscidə dəvət etdi. Bəzi inqilabçı və məlumatlı dostlarla birgə sual-cavab məclisi təşkil elədi. Orada uşaqların bütün suallarına cavab verildi. Məclis bitəndə gecə saat 2 idi. 1970-80-ci il dərs ilində Ağa Hadi nümunəvi müəllim seçildi. Həmin il onun ilk və son dərs ili oldu. 1980-ci ilin sentyabrında İbrahim Tehranın 12-ci rayonu üzrə müəllimliyə qəbul olundu. Amma müharibə başladığına görə dərs deyə bilmədi. Həmin il onun işi olduqca çox idi. Məktəbdə tədris, komitədə iş, zorxana və güləş, məsciddə fəaliyyət, heyətdə məddahlıq və digər bir çox inqilab proqramlarında əməkdaşlıq.